Değerli dinləyicilər, ədəbiyyat mövzusunda, ədəbiyyat dərsindən Salı Qazan evinin yağmalandığı boya aid sual-cavab kitab tapmışam PDF formasında. İstəyərdim ondan maraqlı bir video hazırlayaq. Salı Qazan evinin yağmaladığı boy haqqında bir sual-cavaba baxaq. Qazan xan boyunun əvvəlində necə təqdim edilir? Amid soyunun aslanı, tülü quşunun balası qalın Oğuzun dayağı yazıqların ümidi kimi təqdim olunur. Oğuz bəylərinə şərab paylayan Əli xanalı qızlar müsəlman qızlarıdırmı? Xeyr, kafir qızlar idi. Onlar döyüşdə ələ keçirilən qızlar idi. Hadisələr harada cərəyan edir? Oğuz elində Qazan xanın məclisində cərəyan edir. Ova getmək təklifini ilk kim təklif edir? Qazan xan özü təklif edir. Qazan xan getmək fikrinə ilk kim cavab verir? Qiyan Sərdüşoğlu Dəli Dondaz. Bu önəmlidir, buna baxmaq lazım. İlk cavab verən Dəli Dondaz olur. Qazan xan getməsi fikrinə ikinci kim razılıq verir? Qarabudaq verir, Qaragünoğlu. Kim evini kimə tapşırır edirsən sualını verir. Bu da dayısı Aruz. Aruz onun dayısı idi. Qazan xan evinin keşiyini kim qoruyur? Oğlu Uruzu 302'de qoruyur. Bu da o Qazan xan evini qoruyur. Qazan xanın Gürcüstan sərhədində Aladağa ova getdiyini kimin dilindən öyrənirik? Aruzun dilindən burada. Qazan xan və sərkərdəsinin ova getdiyini Şöklüməliyə kim xəbər verir? Kafirin casusu. Orada busur onları, gedib ona məlumat verir. Şöklüməli kafirləri yığıb hara gəldi? Qazan xanın yurduna gəlir basqın eləmək üçün. Neçə incəbelli qızla Burla xatunu əsir gedir? 40 incəbelli qızla Burla xatunu əsir götürür. Bunlar bu əslində çox gözəldir şagirdlər. Belə deyək də, demək olar ki, əsəri xırda-xırda sual-cavab verir. Bu da öyrənməyə çox kömək edir məncə. Qazan bəyin anası necə gedir? Qara dəvə boynundan asılı vəziyyətdə Qazan bəyin anasını aparırlar. Qazan xan evinin üstündə ilk şəhid olan kim idi? Sarı Salmaz ilk şəhid olan idi. 10.000 qoyunu harada idi? Dərbənddə idi. Qazan bəy də bir heyfimiz qalıb sözünü kim kimə deyir? Kafirlər Şöklüməliyə. Bəzən şagirdlər bu testə düşür. Bəzən testə sallar ki, Şöklüməlik deyir. Xeyr, kafirlər deyir Şöklüməliyə. Kafir Qazan bəylə bir heyfimiz qalıb deyəndə nəyi nəzərdə tuturdu? Dərbəndəki 10.000 qoyunu. Dərbəndəki 10.000 qoyunu nəzərdə tuturdu. Şöklüməlik Qazan bəyin qoyunları gətirmək üçün neçə kafir göndərir? 600 kafir göndərir. Qazan bəyin qoyunlarını kim çobanlıq edir? Qaraca çoban çobanlıq edirdi. Çoban yuxudan duranı kimin yanına çağırdı? Qardaşlarını. Qardaşların Dəmir güc və qaban gücü idi. Sonra hansı tədbirlərə atır? Əl atır. Yuxu gördükdən sonra, bu yuxu görmə Qazan xanda da var uşaqlar. Qardaşlarının yanına çağırır. Ağlın qapısını bərkidir. Ağıl yəni tövlə. Belə deyək də heyvanlar salınan yer. 3 yerə təpə kimi daş yığır. Yolun əyrisini tutub dayanır. Belə deyək də bunları diqqətli yadda saxlanılır. Bu Qaraca çobanın gördüyü tədbirlər. Kafir çobana nə deyə müraciət edir? Südü pendiri bol qaymaqlı çoban deyə müraciət edir. Kafir gələndə çoban düşmənin hansı əşyalarla öz əşyalarını müqayisə edir? Düşmənin atı ilə öz keçisini, yəni atını nə öyərsən keçim qədər gəlməz mənə və s. Düşməndən dəbilqəsini ilə bölkünü, düşmənin nizəsi ilə öz dəyənəyini, düşmənin qılıncı ilə öz çubuğunu müqayisə edir. Düşmənin oxu ilə öz sapandına müraciət edir. Hətta orada biraz şişirdilmiş səhnələr var. Sapana qoyunları qoyub atır, daşları qoyub atır və s. Ay çoban uzaqdasan, yaxındasan, bəri gəl sözünü kim dedi? Kafir dedi ona. Söz kafirin dinləndi. Qaraca çoban kafirin neçəsini sapandı ilə yıxdı. 300 kafiri qalanlar qorxub geri çəkildilər. Sonra bu döyüşdən çoban yaralandı mı? Bəli, qolundan yara alır. Buna diqqət etmək lazımdır. Bu döyüşdə kimlər şəhid olur? Dəmir güc və qaban güc. Qaraca çoban qardaşları idi. Çoban döyüşdən sonra hansı tədbirləri əl atır? Qardaşlarını dəfn edir. Kafirin leşlərini yığıb yandırır. Qolunun yarasına odun qurumunu basır. Yolun əyrisini tutub ağlayıb sızlamağa başladı. Bayandır xanın kürəkəni kim idi? Qazan xan idi. Burada dastanda ikinci yuxu görən kim idi? Qazan xan idi. Qardaşı, Qazan xan gördüyü yuxusunun ilk dəfə qardaşı Qaragünlənin
yozmasını istəyir. Qazan xan yuxusunda gördüyü qar ilə yağmurun yozması nə idi? Qoşun. Yəni onun üstünə qoşun gəlir. Saçın yozması nə idi? Qayğı. Qanın yozması qaranlıq idi. Bunlara diqqət etmək lazım. Qara buludun yozması nə idi? Onun taleyi idi. Qazan bəy obasına qayıdanda obanın nələrdən xəbər alır? Birinci yurtdan, sudan, qurtdan, dördüncü çobanın köpəyindən, beşinci çobanın özündən. Yurda necə müraciət edir? Qohum qəbiləli çoban yurdum deyə müraciət edir. Qohum qəbiləli çoban yurdum. Suya necə müraciət? Çağlayaraq qayalardan axan ağac gəmiləri atıb tutan çevrəsində ağ qoyunların yatdığı şəhanə atların istəyi, qızıl dəvələrin çizdiyi su deyə müraciət edir. Deyəli şagirdlər. Sonra şagirdlər Qazan xan suyu necə adlandırır? Su Allahın üzünü görmüşdür deyir burada. Qazan xan qurda necə deyir? Qurdun üzü uğurludur. Qurdun üzü uğurludur. Qazan xan xəbərləşdiyi köpək kimin idi? Qaracı çobanın köpəyi idi uşaqlar. Qazan xan Qaracı çobanı məzəmmət edəndə, yəni danlayanda çoban Qazan xana nə deyir? Qonun atını mənə ver, 60 tutamlıq nizəni mənə ver, at alaca qalxanını mənə ver. Bunları deyir. Bir də Həsən ilə Hüseynin həsrəti su, Ayşə ilə Fatimənin baxışı su. Burada İslam dininin motivlərini görürük. Buna da diqqət eləmək lazımdır. Suala düşə bilər. Qazan xan niyə çobanın onunla getməsini istəmirdi? Əgər çobanla getsəydi, Oğuz bəyləri bunun başına qaxınc edərdilər. Yəni deyərdilər ki, bu boyda Qazan xan gedib çobanla döyüşüb. Əgər çoban bunu dedik, yemək yeyəndən sonra Qazan xan çobanın onunla getməməsi üçün nə idi? Çoban bir böyük ağaca bağlayır. Əsas məqsədi nə idi? Çobanın məqsədi burada qardaşlarının qisasını almaq idi. Çoban kürəyini alıb getdiyi ağacı görən Qazan xan çobandan bu ağac nədir deyə soruşur. Çoban cavabında nə deyir? Sən kafir basarsan, qarnın acar. Mən də sənə bu ağacla yemək pişirərəm. Burada belə bir ifadə var. Qazan xan çobanın alnından öpüb nə deyir? Allah evimi bəladan qurtarsın. Axırda yəni onu qəbul edir. Sənin bütün yılxılarımı başçı Əmrahı qoyaram. Başçı Əmrahı qoyacam. Kafirlər də çoban bəylik təklif etmişlər. Bəli, orada kafirlər qoyunları almağa gələndə bəylik təklif etmişlər. Şöşlü Məlik Qazan xanı necə heyf vurmaq istəyirdi? Qazan xanın yoldaşı Burla xanına badı paylatmaq istəyirdi. Burla xanın Şöşlü Məlikə badı paylaşdığını eşidib kinləməsi 40 incə belli qızla. Sonra adamı kimdir? Şöşlü Məlik adam gəlib Burla xanını soruşanda 40 yerdən avaz gəlir ki, mənəm. Kafir 40 yerdən avaz işinin cavabını alır, gedin Uruzu çəngəldən keçirin. Burla xanın cavab oğlu məsələsinin oğlu deyir ki, ana, camaat bir tikə yeyəndə sən 2 tikə ye, təki atamın namusuna xələl gəlməsin. Hətta deyir, ana haqqı Tanrı haqqına bənzəməsəydi, qalxıb yaxandan tutardım. Özünü kimsə deyir, Uruz anası Burla xanını deyir, yəni bu nə sualdır mənə verirsən? Qənarə yanına gələn Uruz düşməndən nə istəyir? Ağacla danışmaq istəyir, ağacla onu asandır, ağacla danışmaq istəyir. Uruz ağaca necə müraciət edir? Məkkə ilə Mədinənin qapısı ağac, Musa Kərimin əsası ağac, əlini düldülünün atının adadır yəhəri ağac, əlini qılıncının dəstəyi ağac. Bunları deyir. Uruz ağacdan nə istəyir? Məni səninlə asıla götürmə. Yəni, götürsən ki, deyim sən tutsun deyə məzəmmət edir. Ağaca deyir, burada ağacdan dərdləşməyə var. Çobanın sapandığı nədən ibarət idi? Daşlığı 3 yaşar dana dərisindən daşı qoyub atan yeri. Qolları isə 3 keçi tükündən idi. Bu da belə. Hər atanda 12 batman daş atardı. Bu da Qazan xan düşməndən ilk kimi istəyir? Anasını istəyir. Bu da ana haqqının, Tanrı haqqının olmasına bərabər idi. Anaya önəm verilməsi fikri idi. Qazan xan niyə ilk anasını istəyir? Yaşlı olduğu üçün ayaq altında qalmasın deyirdi. Qazan xan anasını kimə vermək istəyir? Yayxan Keşişoğluna. Düşmən demək Qazan xanın anasını Yayman Keşişoğluna vermək. Bu zaman Şöşlü Məliyə ikinci Qaracı çoban cavab verir. İlk köməyi kim çatır? Qara Günə. Sonra
İkinci Dəli Dondaz, Qara Budaq gəlir, Şir Şəmsəddin gəlir, Yeynək gəlir. Beşinci olaraq ən sonda isə dayısı Aruz gəlir Qazanxana kömək etməyə. Sonra dəyərli şagirdlər, Oğuz bəylərin kömək gəlmə cinahı istiqaməti necə idi? Dış Oğuz bəyləri ilə gələn Dəli Dondaz sağdan, Cəsur İgidlər ilə Qara Günoğlu Dəli Budaq soldan, İç Oğuz bəyləri Qazanxan mərkəzdən hücuma keçirlər. Salı Qazan evini yağmalandığı boyda bayrağı kim qılınclayıb yerə atır? Kafiri bayrağı qılıncı yaratan Salıq qardaşı Qara Günə olur. Şüşlü Məliyi kim öldürür? Qazanxan öldürür. Tükən Məliyi Dəli Dondaz, Boğacıq Məliyi Qara Günoğlu Dəli Budaq öldürür. Düşmən nə qədər itki verir? 12.002 verir. 500 Oğuz igidi şəhid olur. Burada Qazanxandan gəlib aman istəyəni bağışlayırlar, bəli, və onlara rəhm edirlər. Yurduna qayıdan Qazanxan hansı tədbirlər ki, yeni evlər tikdirir, çobanı əmir arxur təyin edir, 40 qulu 40 kənzi Uruza azad edir, Uruza görə azad edir, Cəsur İgidlər çoxlu torpaq, çuxa və arxalıq verir. Salıq Qazanın evini yamanlı boyda diqqətimizi iç çəkən nə olur? Ana haqqı, bayaq dedik, Tanrı haqqı olmasa və xanımlar yoldaşına namusu üstün tutulması. Yəni orada da Uruz anasına deyir ki, ana haqqı, Tanrı haqqı olmasaydı sənin yaxandan tutardın. Budur, yəni cəmaat bir tikə yesə, sən 2 tikə yeməlisən ki, şübhət çəkməyəsən, atanın namusuna xələl gəlməsin. Dastan sonu Dədə Qorqud gəlir, xeyir dua verir. Dastan bu boyda neçə döyüş baş verir? 3 döyüş baş verir. Dastanda başqa hansı İslam motivləri var? Döyüşdən əvvəl təmiz suda yuyunmaq, 2 rükət namaz qılmaq, adı Əziz Muhammedə salavat gətirmək. Çox sağ olun dəyərli şagirdlər. İnşallah ki, faydalı olmuş olar.